Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim bir çox abunəçim yazır ki, cücələrimiz məsələn 2 aylıqdır, 3 aylıqdır və yaxud 1 aylıqdır, qırılırlar, yəni ölürlər. Bunlara nə verək, nə edək, şey olmasın da, yəni ölməsinlər. İstədim bu haqqda bir video çəkəm, paylaşam. Əziz izləyicilər, ilk öncə mövzumuza keçməmişdən qabaq hər dəfə dediyim kimi yenə artıq dərəcədə sizdən xahiş edərdim ki, kanalımıza abunə deyilsinizsə abunə olun, videolarımıza da like qoyun. Artıq dərəcədə sizdən xahiş edirəm. Və əziz izləyicilər, keçək mövzumuza. Deməli, toyuqların, daha doğrusu cücələrin bu qırğını, yəni belə sozarlar ilə və ölürlər. Bu nədəndir? Deməli, əziz izləyicilər, bax belə isti aylara keçəndə iyul, avqust cücələrdə ölmə olur. Yəni mən həmişə demişəm ki, yanvarın, fevralın, maksimum martın 15-nə, 20-sinə kimi, yəni Novruz bayramına kimi cücələr alın. Ondan sonra alınan cücələr belə deyim, çox qalmırlar, ölürlər, yəni çoxunda. Ona görə onlara iynə, H vaksini vurulmayan cücələrdə ölüm müşahidə olunur. Deməli, əziz izləyicilər, nə edirsiniz? Mənim kanalımda neçə dəfə paylaşmışam, cücələrin qızıl baxılma qaydası var. Onunla gedirsiniz. Deməli, əziz izləyicilər, yanvarda, fevralda alınan cücələr, soyuğun cücələri çox super qalırlar. Ona görə çalışın bir yerini isti eləyin və cücələri yanvarda, fevralda alın. Və yanvarda, fevralda alınan cücələr, misal üçün gəlir martın 10-na, 15-nə düşür, 2 ayları tamam olur və siz H vaksinini vurursunuz. Və sonra isə belə deyək, mart, aprel aylarında bu yağışlar başlayanda mayda zətdə bu cücəlilər təsir eləmir. Onların bir də 3 ay gəlir, bax iyun azada düşür. Onda da bir də belə deyək, 5 ayları tamam olur. H vaksini vurursunuz və inandırım sizə heç bir toyuğunuz, cücəniz qırılmayacaqdır. Yəni H vaksini vurulan cücələrdə ölüm olmur. Ona görə də onları tez almaq lazımdır. Gec alınan cücələr gəlirlər maya, iyun azada düşürlər. Yəni 2 ayları düzdür, iynə vurduranda ölmür. Ancaq bir də görürsən, bəziləriniz geciksiniz, bəzilərinin belə deyək, ayı çatmır deyə vurdurmusunuz, başlayırlar qırılmağa. Onda da isə əziz izləyicilər, çox dərmanlar var. Vallahi dərmanların da çox vaxtı xeyri olmur. Ən yaxşı o H vaksinidir. Deməli, əziz izləyicilər, cücələrin 2 ayı tamam oldu martda, 10-15-i. Onlara 3 gün şey vurursunuz, oksitetraskilinin 5%liyi var. Yarım qramdan 3 gün bir döş qəfəsinə, sağ tərəfinə, sol tərəfinə, bir də sağ tərəfinə 3 gün belə vurursunuz. 10 gün keçəndən sonra, 10-15 gün keçəndən sonra isə H vaksinini vurursunuz. Və ondan sonra deməli bir də 3 ay tamam olandan sonra, yəni 3 ay o vurulandan 3 ay keçən sonra 5 ayları tamam olanda bir də onda H vaksinini vurursunuz. Yəni onda əziz izləyicilər, inandırım sizə heç bir toyuğunuz, cücəniz qırılmayacaqdır. 3 aydan bir H vaksinini vuranda. Onu qeyd edim ki, əziz izləyicilər, bir çoxunuz bax yazırsınız ki, məsələn, cücələrimiz 1 aylıqdır, 2 aylıqdır, bax indiki aylarda və gəlirlər belə deyək də qırılırlar, elə nə verək. Vallahi çox dərmanların xeyri yoxdur. Ən qəşəng cücəllər bilirsiniz, oksitetraskilin, trimerazin, bravasipto və supervi, bu 4 qarışığı alırsınız. Yəni bir çox deyir ki, yazanda ki 4 dərmanın qarışığı yazırlar ki, nə qədər hərəsindən nə qədər verək. Bunu əziz izləyicilər, baytara qeydirsiniz, baytar özü sizə yəni o 4 qarışımı deyəndə qatır verir və onu da gətirirsiniz yarım çay qaşığı 1 litr suyadır. Məsələn, 2 litr su qoysunuzsa 1 çay qaşığı töküb qarışdırıb verirsiniz. Bu bütün onları, hətta sozalanları, belə büzüşənləri, keyfi olmayanları belə deyək də sağaldır.
Yəni bax bu şəkildə eləyirsiniz. Ümumiyyətlə belə deyək də, soyuq aylarda, bu yağışlı aylarda başlayır o 2 aylıq, 3 aylıq cücələr əgər iynəsini vurmuyubsunuzsa qırılmağa. Ona görə iynə mütləqdir. Vallahi nə bilim, mənim belə deyərdim, reseptimlə getsəz vallahi heç nə olmaz. Yadınızda saxlayın, cücəni yanvarda, fevralda alırsınız. Martı məsələn 5-nə 10-na düşür, yanvarda 10-u 15-i alıbsınız da. 5-nə 10-na düşür, iynəsini vurursunuz 3 gün oksitetraskilin, ondan 10 gün sonra keçəndən sonra da H vaksinini vurursunuz və buraxırsınız, yəni dama buraxırsınız və yaxud harasa, bir də yerini istəyirsiniz. Ondan sonra əziz izləyicilər 5 ay tamam olanda bir də vurursunuz. İnandırım sizə heç bir cücəniz, toyuğunuz yəni ölməyəcəkdir. Həmçinin hündüşka balası. Yox siz bunları eləmisiniz. Məsələn aprelin 15-i, 20-si alırsınız və yaxud axırı gəlir mayda bir ay, iyul məsələn indi bax 20-si, 25-i zət belə düşür, başlayırlar qırılmağa. Onda da yazsız ki, nə edək, nə verək, sağalsınlar. Vallahi onda xeyri olmur dərmanların. Ona görə əziz izləyicilər, iynəsi mütləqdir. İynə vurulan cücələrdə xəstəlik olmur. Bax indi dəfələrlə Quşlar TV-də yazsınız ki, bizə düşübdür, Sozallılar sabahsı günü gedirik ki, damda ölübdür. Bunlara nə edək? Əziz izləyicilər, əgər 2 ayını keçsə H vaksini mütləq vurun. Əgər sozalma varsa, yəni büzüşürlər, ölürlərsə 3 gün oksitetraskilinin 5%-liyi var, yağlı dərmandır. Ondan alırsınız, onu vurursunuz. Ondan sonra sağalandan 10 gün keçəndən sonra H vaksinini vurursunuz. Və heç bir toyuğunuz təzədən cücələriniz xəstələnməyəcəkdir. Bir də əziz izləyicilər, yemlərini yaxşı güclü verirsiniz. O şəkərli yemdən zaddan verirsiniz ki, immunitetləri güclü olsun. Sularına da təbii ki, vitaminlər belə deyərdim, qatıb verə bilərsiniz. Yəni supervit, oksitet, ondan sonra Entravit, çiktonik, yəni belə vitaminlər sularına qatıb verirsiniz ki, immunitetlərini daha da yaxşı etsin. Və otluğa zada buraxsınız, belə deyək də, şey olsun, vitaminli yemlər. Ümumiyyətlə, yağışdan sonra virus olur, çox buraxmayın. Ancaq belə günlü havada, bəli, buraxın ki, qoy ot zat yesinlər, vitaminləri, immunitetləri güclü olsun. Yəni, bax belə. Sözü yenə ona gətirmək istəyirəm ki, əziz izləyicilər, dəfələrlə suallar verilir ki, cücələrimizə xəstəlik düşür. Soruşanda ki, neçə aylıqdır, 2 ayını keçibdir və deyirəm, iynə vursun, deyirsiniz, yox, ona görə ölürlər. Və bunun da müalicəsi ancaq o iynədədir də. Yəni, iynə vurulmayan cücələr xəstələnəcəkdir, müalicəsi də çox çətin olur. Ona görə indi başa düşürəm, bir çox abunəçilər mənim kanalıma sonradan qoşulur, bəzi boş-boş danışanlara baxırlar, onlara like qoyurlar. Onlarda da elə faydalı məlumatlar yoxdur. Yəni heç özlərinin vallahi başı çıxmır, o qədər səhv-səhv videolar paylaşırlar. Bir şey ki, belə deyək, yəni toyuğu, cücəni sadəcə sarımsaq sirkə ilə səs hansı videosu çox yığır, onunla videolar paylaşırlar, onunla güya sağaldırlar. Ellərinə də baxsız, mənim kanalıma gələndə cücələriniz belə deyək xəstələdir. Ona görə mənim qaydamla gedin, qızıl baxılma qaydasıyla vallahi heç biri olmayacaqdır. Çünki mənim dediyim qayda ilə getmişsə, sonra problem yaşananda mən kömək edə bilmirəm. Belə, yəni bax belə getsəz heç bir problem olmayacaqdır. Bu qədər. Hər kəsə təşəkkürlər əziz izləyicilər. Yenə də kanalımıza abunə olun, videolarımıza like qoyun və bizi izləməyi unutmayın. Gözəl məlumatlar gəlir. Sağ olun, salamat qalın.